Salam əziz izləyicilərim, hər vaxtınız xeyir olsun. Mən bugün sizlərə astronomiya haqqında maraqlı faktlar və məlumatlar verəcəyəm. Əvvəlcədən qeyd etmək istəyirəm ki, kanalıma abunə olub, videolarıma isə like atmağı unutmayın. Günəş sistemində ən birinci planet Merkuridir. Merkuri planeti Günəşə ən yaxın planetdir və onun istiliyi gündüzlər 430 dərəcə, gecələr isə 170 dərəcə olur. İkinci planet isə Venera planetidir. Venera planeti yer planetinə çox bənzədilir və amma ki onun atmosferində zəhərli qazlar var. Sonrakı planetimiz Yer planetidir. Yer planetində yaşam olan yeganə planetdir və Yer planetində 1 il 365 gündür. Sonra isə dördüncü planetimiz Mars planetidir. Marsda isə onu qırmızı planet adlandırırlar və Marsda gün batımı göy rəngdə olur. Sonrakı planetimiz isə Yupiter planetidir. Yupiter ən böyük planetdir. Yəni Günəş sisteminin ən böyük planetidir. O müxtəlif qazlardan təşkil olmuşdur və onun gözə görünməyən incə halqası var. Sonrakı planetimiz isə Saturn planetidir. Saturnin isə məşhur halqaları var və onun halqaları bəzən avtobus daha doğrusu böyüklüyündə olan daşlardan və yaxud çox kiçik iynə qədər balaca olan daşlardan ibarətdir. Sonrakı planetimiz isə Uran planetidir. Uran planeti isə Günəşə çox uzaqlıqda yerləşdiyinə görə o ən soyuq planetdir və sonuncu planetimiz Neptun planeti. O da Günəşə çox uzaqlıqda yerləşir və sonuncu planetdir. Orada hər yer buzlaqlardır. Çünki Günəşdən uzaqlıqda olduğuna görə oralar çox soyuqdur. Oldu əziz dostlar, sağ olun. Bizim bugünkü videomuz bu qədər idi.